salam. 9-cu sinif 5 apreldə olmuş buraxılış imtahanının suallarına baxırıq. Nümunənin təhlilinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Alnındakı qırışlar adicə qırış deyil, öz xalqının keçdiyi istirab yollarıdır. Doğrudur, hər iki misrada ismi birləşmə işlənmişdir. Baxın, alnındakı qırışlar, burada birinci misrada ismi birləşmə, istirab yolları ikinci misrada ismi birləşmə. Deməli, birinci fikir düzdür. Düzü götürürük, doğrudan doğrunu götürürük, yanlışdan yanlışa. Çünki uyğunluq istəyir. İkinci misradakı isimlərdən ikisi həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul edib. Baxırıq burada xalqının, burada hal var, mənsubiyyət də var. Amma istirabın yolları, burada hal var, qeyri-müəyyən yerli hal var. Amma mənsubiyyət yoxdur, ona görə ikini götürmürük. Birinci misradakı isimlər eyni haldadır. Birinci misrada baxaq, qırışlar və qırış deyil. Düzdür, ikisi də adlıq haldadır. Üçü də götürürük. Yanlışdır. İkinci misrada ismi xəbər söz birləşməsi ilə ifadə olunub. İkinci misra özü iki cür təhlil olunur. Baxın, deyir ki, öz xalqının keçdiyi istirab yollarıdır. İstirab yollarıdır xəbər, çünki ikinci növ ismi birləşmədir, təyini birləşmədir. Bir deyirəm ki, nə istirab yollarıdır, öz xalqının keçdiyi. Bir də deyirəm ki, hansı istirab yoludur, öz xalqının keçdiyi. Həm təyin, həm də mübtəda vəzifəsində düşünmək olur. İkinci misrada indi deyir ki, ismi xəbər söz birləşməsi ilə ifadə olunub, düzdür. İstirab yolları ismi xəbərdir və söz birləşməsi ilə ifadə olunub. Amma bizdən yanlış istəyir deyə bunu götürmürük. Birinci misrada həm baş, həm də ikinci dərəcəli üzvü izah edən təyinlər işlənmişdir. Birinci misrada qırış deyil. Bunu silək. Deyil, nə deyil, qırış, necə, nə tərzdə, adicə. Yox, bir dəqiqə, qırış deyil daha doğrusu. Nə, qırışlar, hansı? İndi burada nə istəyirdi? Həm baş, həm də ikinci dərəcəli üzvlər yox. Yəni burada budur, baş üzvü izah edir, amma ikinci dərəcəli üzvü izah edən təyin yoxdur. Ona görə 5-i götürürük. Nümunədəki sifətlər azaltma dərəcəsindədir. Burada da azaltma dərəcəsində sifət görmürük. Ona görə 6-nı da götürürük. Oldu 1, 3, 5, 6 C variantı. Yəni bizim bu oxuduğumuz da özü ümumiyyətlə C variantının testidir. La'nın işlənmə məqamlarının uyğunluğuna. Qoşma. Səfi dayı qonaqlıqda Hüseyin ilə tanış olmuşdu. Bu oldu qoşma. Rizvanla Qədir Kürün sahilinə doğru qaçmağa başladı. Deyə bilirəm ki, Rizvan və Qədir. Deməli oldu bağlayıcı. Elə şərq ölkələri var ki, oraya günəş ilə bərabər insən. Deməli oldu qoşma. Ertəsi gün həvəslə, necə, nə tərzdə oldu zərf. Həmin illərdə Nəcəf bəyin komediyaları böyük müvəffəqiyyətlə necə, nə tərzdə oldu zərf. İndi belə olanda, baxaq görək, 1-ə oldu A və C, 2-yə B, 3-ə və 3-də də D və E oldu C variantı. Hansı cümlədə səhv yazılmış söz var? Burada kün küdurətdir. Bu D variantıdır. Digər hamısı düzdür. Sual işarəsinin yerinə hansı şəkilçi yazılsa, düzəltmə söz alınır. Baxın, güldülər, gülmüşlər, gülsələr olur, gülsələr şərt şəklinə gəlir, gülürlər. Oldu, gülçülər olur, çı, sənət peşə bildirən leksik şəkilcidir. Biri yalnız baş üzvdən ibarətdir. Nəriman şəhərdə yaşardı, nə edirdi? Yaşayırdı, harada yaşardı? Şəhərdə, kim? Nəriman. Kinodan sonra evə qayıtdıq, nə etdik? Qayıtdıq, haraya? Evə, nə vaxt? Kinodan sonra. Zərfli. Əqrəb qorxulu həşaratdır, nədir? Həşaratdır. Necə həşaratdır? Qorxulu, nə əqrəb. Bu il məhsulumuz bol oldu. Nə etdi? Bol oldu, nə bol oldu? Məhsulumuz nə vaxt bu il? Sizin qonşunuz həkimdir. Kimdir? Həkimdir. Kim həkimdir? Sizin qonşunuz. Üçüncü növ ismi birləşmədə oldu E variantı. Yalnız baş üzvdən ibarətdir. Fərid sinifdə hamıdan kiçikdir. Kiçik sözü. Deyir ki, xəbər hansının hissəsinin ifadə olunmuşdur? Kiçik, necə? Sifətdir də oldu C variantı. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? İlk söz yalnız xitab kimi. Sabir, Orxan, Turac və Anarla danışılsın. Baxın, bunu mən həmcins üzv kimi düşünə bilirəm. Onsuz cümləni oxuyanda məzmunundan bilinir. Bir də deyirəm ki, Sabir, Orxan, Turac və Anarla danışılsın. Bax, burada həm Sabiri, həm cins üzv kimi düşünə bilirəm. Həm də xitab kimi. Amma bu deyir ki, yalnız xitab olsun. Ona görə A getdi. Baxın, həm də ki, burada belə bir şey var. Əgər cümlədə həmcins üzv varsa, həmcins üzvün ixtisarı sonuncu üzvdə saxlanılır, sonuncuda.
Yəni bunu həm belə fikirləşə bilərəm. Sabirlə, Orxanla, Turacla və Anarla danışıram. Deyirəm ki, Sabir, Orxanla, Turacla və Anarla danışılsın. Ona görə görürsünüz iki variantda da yenə də bunu silirik. Akif, Vəli və Toğrul danışsınlar. Bax deyirəm ki, Akifə xitab edirəm. Vəli və Toğrul danışsınlar. Bir də deyirəm ki, Akif, Vəli və Toğrul danışsınlar. Bax, bu da oldu. Yəni ikisini də düşünə bilirəm deyə beyni də götürmürük. Sahib, Elşən, Tuğayı tədbirə dəvət etdilər. Bax yenə də sahibi, Elşəni, Tuğayı ixtisarı qaytarıb qoyuram yerinə. Onda olur həmcins üzv. Bir də deyirəm ki, sahib, Elşəni, Tuğayı tədbirə dəvət etdilər. Birində olur həmcins üzv, birində olur xitab. Ona görə bunlar üçü də gedib hələ ki. Aysu, Nuray və Zəhra ilə məsləhətləşin. Bax deyirəm, Aysu ilə, Nuray ilə və Zəhra ilə məsləhətləşin. Deməli, bu halda oldu həmcins üzv. İləni bərpa elədim. Bir də deyirəm ki, Aysuya sözümü deyirəm, xitab edirəm. Nuray ilə və Zəhra ilə məsləhətləşin. Bu halda oldu Nuray və Zəhra həmcins üzv, Aysu xitab. Deməli, bu da getdi. İndi burada, bir dəqiqə. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Bax, dedik ki, əgər cümlədə həmcins üzv varsa, həmcins üzvdə ixtisar yalnız sonuncu sözdə saxlanılır. Şəkilçinin ixtisarı, nəyəsə ixtisarı, hər hansı bağlacının ixtisarı yalnız sonuncu sözdə saxlanılır. Ondan əvvəlki sözdə saxlanıla bilməz. Baxın, burada da Əhməd də, Uğur da. Görürsünüz, burada da ikisində də saxlanılıb. Yalnız bunda saxlanılmayıb. Bax, bunda da saxlanılmasa idi əgər, onda biz bunu Lalə, Əhməd, Uğur da hesabat hazırlasınlar deyə düşünə bilərdik. Həmcins düşünə bilərdik. Amma burada dəyəni saxlayıblar deyə. Deməli, burada ixtisar yoxdur. Ona görə mən Laləni burada həmcins üzv kimi düşünə bilmirəm. Yəni, Lalə bütün hallarda olur xitab, həmcins üzvə girməyəcək. Bax, bu də imkan vermir ki, Lalə orada həmcins üzvə girsin. Çünki artıq gördük ki, burada ixtisar yoxdur. Ona görə Laləni yalnız xitab kimi düşünürük. Əhmədlə Uğur həmcins üzvdür. Oldu E variantı. Hansı söz feilin əmr şəklindədir? Feilin əmr şəkli bilir ki, şəxs sonluqları ilə olur da. Əgər sözdə zaman şəkilçisi varsa, xəbər şəklidir. Zaman şəkilçisi xəbər şəklidir. Ası lazım şəkli, öyrənə, çaş öyrənə, arzu şəkli, oxuyun olur əmr şəkli. Şəxs sonluğu oldu B variantı. Elə adamlarla oturdur ki, hamı onlardan razılıq etsin. Bax, nə etsin? Razılıq etsin. Kimlə? Onlardan. Kim? Hamı. Nə et? Oturdur. Kimlə? Adamlarla. Necə adamlarla? Elə adamlarla. İşarə əvəzliyi təyin ifadə vasitəsidir. İşarə əvəzliyi burada elədir. Deməli, düzdür. Təyin ifadə vasitəsidir. Xəbərlər mürəkkəb feillə ifadə olunmuşdur. Bəli, oturdur, xəbərdir mürəkkəb feil, razılıq etsin, xəbərdir mürəkkəb feil, etmək feilinə yerinə mürəkkəb feildir. Deməli, bu da düzdür. Hər iki tərkib hissədə tamamlıq işlənmişdir. Burada adamlar da tamamlıq, burada da onlardan tamamlıq. Bu da düzdür. Tərkibindəki cümlələr ümumi şəxslidir. Ümumi şəxsli deyirsə, o cümlənin mübtədası olmayacaq. Bax, burada görürük ki, hamının mübtədası var. Deməli, bizdən nə istəyirdisə, fikir istəyirdisə, D olur, düzgün variant. Əvəzli ilə ifadə olmuş mübtəda işlənmişdir. Baxın, burada hamı əvəzli ilə ifadə olmuş mübtədadır. Ona görə E də düzdür, qaldı D variantı. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Bax, o evin yiyəsi Nazim Səfərlidir. E-dən başladım. Bir var deyirəm ki, o, yəni adam, evin yiyəsi Nazim Səfərlidir. Bir də deyirəm ki, evi göstərirəm, işarə edirəm ki, o evin yiyəsi Nazim Səfərlidir. Deməli, mən bunu həm işarə, həm şəxs kimi düşünə bildim. Bu getdi. O, adam maşına doğru getdi. Bir də maşının özünü göstərirəm ki, o maşına doğru getdi. Deməli, bu da getdi. O məktəbin həyətini addım-addım dolaşdı. Bir var, adamı göstərirəm. Bütün hallarda bu işarə olur əslində, yox, şəxs olur. O, məktəbin həyətini. Bir var, adamı göstərirəm. Bir də var ki, məktəbi, binanın özünü göstərirəm. O meşəyə gedən yoldur. Bax, bu işarə əvəzlidir. Bunu şəxs kimi düşünə bilirəm, yox, düşünə bilmirəm. Amma bizdən şəxsi istəyir deyə bunu götürmürük. Burada deyirəm ki, o içəri girib baş əydi. Bu bütün hallarda şəxs kimi düşünülür. Yəni, bunu onu bir obyekt kimi, yer kimi düşünə bilmirəm. Ona görə olur A variantı. İndi keçək mətnə. Mətni yəqin ki, hamı oxuyub. Yəni, belə saxlayayım, oxumaq istəyən varsa oxusun.
Nöqtələrin yerinə 37-ni oxuyuruq. Nöqtələrin yerinə hansı ifadə yazılsa, məzmuna xələl gəlməz. Bax, elə nöqtələr buradadır. Pencək əlindən düşdü, anam peşman olmuş kimi məni, bax, başdan elə də deyə bilmərik, çünki peşman olub. Ürəyindən keçirdi, axı yanındadır, təngə gətirdi, ağlayır axı. Yəni, danlaq yoxdur da burada. Danlayandan sonra peşman olur, bağrına basır da, belə məzmundan götürək, çox uzatmıyorum. Oldu A variantı. Hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz? Bax, gözlənilməz hədiyyə ananın pencəyi verməsi hissəsində idi. Güllü xalanın yalvarışını biz burada görmürük. Yəni, heç kimdən heç nə istəmir. Qısa müddətli sevinç, o uşağın sevinci idi ki, ona pencək verilmişdi. Unudulmayan hadisə, bəli, pencəyin geri alınması unudulmayan hadisə kimi yadda qalmışdı. Səxavətli olmağın mükafatı, yəni biz burada belə bir səxavəti və yaxud da mükafatı görmürük. Ona görə oldu 2 ilə 5 C variantı. Mətndə üzərində rəqəm yazılmış, hansı söz verilmiş cümlədə kontekstdəki mənasında işlənmişdir? Bir dənə rəqəm yazılmış sözləri tapaq. Burada bağladığı, çəkmələrim su buraxsa, su keçirmək mənasındadır. Sonra harada var? Pencəyi uzatdı, verdi. Çıxart pencəyimi, pencəyi soyun mənasında və güllü xala tutulmuşdu. O məcazidə artıq. O görə burada nə deyir? Külək yeni əkilmiş ağacları kökündən çıxartdı. Kökündən çıxartdı, soyunmaq mənasında getmir də. Orada soyunmaq mənasındadır. Bu getdi amma. Xahişləri nəzərə alaraq, yəni eyni mənada işləməyib deyə bunu çıxdıq. Xahişləri nəzərə alaraq qəbul saatlarını uzatdılar. Bir dəqiqə, üçüncü hansı idi burada? Pencəyi xalaya uzatdı. Burada pencəyin uzanması həqiqidir, amma burada qəbul saatını uzatmaq məcazidir. Bu getdi. Kamal hər kəsin önündə danladığı üçün bərk tutuldu. Bax, bu həmin o xalanın tutulmağı ilə eyni məzmundur, məcazi mənadadır. Nəşriyyat hər il olduğu kimi bu ildə çoxlu kitab buraxdı. Müdir ki, bunlar da eynidir. Mətnin əvvəlində hansı rəqəmlər qoyulmuş cümlələr çıxarılsa, ardıcıllıq pozulmaz. Bir dənə mətnə baxaq buradan təzədən. Bax, burada 5-dən başlayaq. O vaxtdan çox əhvalatlar olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisəni köhnə pencək üçün axıdılan göz yaşlarını unuda bilməmişəm. Baxın, burada lakin varsa, deməli, bu lakindən əvvəl nəsə var, bir fikir var ki, bu lakini burada verib. Yəni, mən cümləmə birbaşa lakinlə başlasam, cümləmdə uyğunsuzluq olur. Ona görə 5-i cümlədən çıxa bilmirəm, mətndən çıxa bilmirəm. Sonra keçək 4-ə. Anamın gözlərindən yayınıb bayıra çıxdım, ayaqyalın başı açıq əzizgilə qaçdım. Bax, burada da bilirik ki, bayıra çıxıb, burada da bilirik ki, bayıra çıxıb. Ona görə 4-ə çıxsaq, məzmuna heç bir zərər gəlməyəcək. Sonra 3-də, ver əziz geyinsin. Bax, burada Güllü xalanın sözüdür. Mən bu sözü buradan çıxsam, məzmunumdakı ardıcıllıq pozulacaq. Bu getdi. Sonra birinciyə baxaq. Yox, 2 qaldı burada. Axşama yaxın idi, əzizlə anası içəri girilər. Yəni, biz bunların girməklərini görürük də. Bunu çıxarsaq, girməklərini bilməyəcəyik. Bu da getdi. Sonra bir hanı? 1. Heç olmasa mənim əynimdə qalın pencək var. Bax, o qarı, mən qarı yarardım, o isə ayaqlarını mənim izimə qoyardı. Heç olmasa mənim əynimdə qalın pencək vardı. Çəkmələrim su buraxsa da əzizin kim köhnə deyildi. Yəni, biz bunu buradan çıxsaq, məzmunda heç bir dəyişiklik olmayacaq, məzmun pozuntusu olmayacaq. Ona görə buradan çıxarda bildiyimiz nə oldu? 1 ilə 4, 1 ilə 4. O da B variantında. 41. Mətndə çərçivə daxilində verilmiş ifadənin şərhi ilə bağlı doğru fikri müəyyən edin. Çərçivəyə baxaq. Deyir ki, ver əziz geyinsin. Həmzəninki hələ karına gəlir. Bax, həmzəninki karına gəlir, yəni işinə yarayır mənasındadır da, məcazi mənada işinə yaramaqdır. Olur E variantı. Mətnə əsasən əziz və həmzə üçün ortaq cəhətləri müəyyən edin. Anası tərəfindən məzəmmətlənmək. Biz əzizin məzəmmətlənməyini görmürük. Yaxının müharibədə olması, bəli, birinci abzasda görürük ki, ikisi də atası müharibədədir. Etdiyi hərəkətdən peşman olmaq, burada həmzənin peşman olduğunu görürük, əzizin yox. Həmyaşıd olmaq, birinci abzasda göstərirdi ki, ikisi, mən 3-cü sinifdə oxuyurdum. Bax, bu da həmin gəlir, eyni sinifdə oxuyurlar. Haradaydı görüm o cümlə? Oxuyur, eyni sinifdə oxuyur. Görürsünüz, deməli, ikisi də 3-cü sinifdə oxuyurmuş. Başqasının göz yaşlarına səbəb olmaq, bu da həmziyə aiddir, əzizə yox. İndi nə oldu? 2 və 4. 2 və 4 oldu E variantı. Sonra keçək 43-ə.
Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşirlər. Bəli, ikisinin də çətin şəraitdə yaşadığını görürük. Həmzə anasının etirazına baxmayaraq pencəyi Əzizdən almaq üçün onların evlərinə gedir. Biz burada anasının etirazını görmürük. Heç anasının xəbəri yox idi o çıxıb gedəndə. Ona görə içini götürmürük. Yanlışdır. Həmzə onun üçün alınmış pencəyin Əzizə bağışlanması ilə barışa bilmir. Bəli, bu var idi. Bunu yanlışın altına doğru deyə götürmürük. Əzizgilin güzəranının Həmzəgillə müqayisədə daha ağır olduğunu təxmin etmək olar. Yox, daha doğrusu bunu səhv dedim. Həmzə onun üçün alınmış pencək, ona pencək alınmamışdı, axı atasının pencəyi idi. Bu səhvdir, deməli 3-ü götürürük. Bunu daha ağırdır, çünki heç olmasa bunun pencəyi var idi, amma onun yox idi. Yəni bu daha ağır imiş, doğrudur, bunu götürmürük. Oldu nə? 1-lə 3 D variantı. Mətnin tərkib hissələri ilə bağlı yanlış fikri müəyyən edin. Mətnin hər üç tərkib hissəsində fikirlərin ardıcılığı gözlənilmişdir. Bəli, heç bir cümlə, yəni yer dəyişməsi görmürük. Nəticə hissəsində əsasən bəzi hadisənin insanın zeynində həkk olunduğu qənaətinə gəlmək olar. Bax, burada deyir ki, çox əhvalatlar olub, amma bu hadisəni unutmuram. Yəni, bu fikir düzdür. Həmzə anasının baş verən hadisəyə münasibəti əsas hissədə öz əksini tapmışdı. Əsas hissə, yəni adətən bunlar olur da, bu hissələr. Yəni, o da oradadır, düzdür. Həmzənin anasının baş verdiyi, bunu oxuduq, bu da düzdür. Giriş hissəyə əsasən uşaqların ataları haqqında ilkin məlumatlar əldə etmək olar, düzdür, 1-ci abzasdadır. Hadisənin müharibə dövründə baş verməsini yalnız giriş hissəyə aid etmək olar. Baxın, deyir ki, müharibənin üzü qara olsun. Bircə bitib qurtarsaydı, yəni müharibəni biz başqa hissələrdə görürük. Ona görə olur E variantı. Sonra 45-ci sualda cədvəldə belə bir cədvəl verilib. Cədvəldə obraz verilib, problem verilib və problemin həlli verilib. Obrazlarda da verilib Əziz və Həmzə. Əzizin problemi nə idi? Əzizin problemi onun paltarının köhnə olması idi. Problemin həllində də anası Həmzənin pencəyini verir. Pencəyi verir. Sonra Həmzənin problemi nə idi? Həmzənin pencəyinin verilməsi idi. Problemin həlli də pencəyini geri aldı. Bu şəkildə yazmaq olar. Sonra 46-da müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların qəlbindədir. Bunu mətnlə əlaqələndirib nə cür yazmaq olar? Məsələn, deyə bilər ki, uşaqlar çətin şəraitdə yaşayırdılar, soyuq idilər, imkansız idilər, özlərinə paltar almağa imkanları yox idi. Yəni, belə bu şəkildə yazmaq olar. Sonra arxitektura mətni. Bunu da belə saxlayayım bir dəqiqəlik. İndi baxaq 47-ci suala. Əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasın davamı olmalıdır? Baxın, burada deyir ki, 15-ci əsrin əvvəlinə kimi Avropa arxitekturasında gotik stil üstünlük təşkil edir. Bir çox gözəl binalar bu stildə tikilmişdir. Bax, bu bunun davamı olmalıydı. 4-3-ün davamı olmalıydı. Özündən əvvəlki abzas deyirsə 4-ü götürürük. Mətnin əvvəlində işarə qoyulmuş sözlərin məcazi və ya həqiqi mənada olduğunu və həmin sözlərin mətndəkindən fərqli mənada işləndiyi cümləni müəyyən edin. Baxın, burada deyir ki, bu paklavaya oxşayanda, deyir ki, samandan və ya cildən düzəldirdilər. Tikililəri samandan və ya cildən düzəldirdilər. Bu həqiqi mənadadır. Onlar özünə sığınacaq düzəltdilər. Bu da həqiqi mənadadır. Deməli, biri götürmürük. Axı deyir, bu tərəfdə fərqli olsun. Burada məcazi olmalıdır. Deməli, bir getdi. Bu üç bucaqda deyir ki, mətndə insanlar daha mürəkkəb binalar tikməyə başladılar. Bax, bina özü həqiqi mənadadır. Burası düzdür. Onların arasındakı dostluq binasının əsası çoxdan qoyulmuşdur. Bax, dostluq binası məcazidir deyə mətndəkindən fərqli mənadadır. Ona görə içini götürürük. Bax, burada kvadratda deyir ki, tağlar çox böyük çəkiyə davam gətirir. Çəki həqiqi mənadadır, amma burada məcazi yazıb. Deməli, bu səhvdir. 3-ü götürmürük. Sonra dairədə. Burada da deyir ki, neçənci illərdə saraylar bu yumru körpülərə verib. Körpülər tikilirdi. Çoxlu, yəni körpülər tikilirdi. Bu olur həqiqi mənada. Bu düzdür. Körpü həqiqi mənadadır. İndiki və gələcək nəsil arasında mənəvi körpü qurmaq. Bax, görürsünüz, bu məcazidir. Deməli, bizim şərtimizə uyğun 2 ilə 4-dür. Oldu E variantı. Sonra mətndə nöqtələrin yerinə uyğun ifadəni müəyyən edin. Bax, deyir ki, tağlar çox böyük çəkiyə davam gətirir, arxitektorlara böyük möhkəm binalar qurmağa imkan verir. Yəni, bu çəkilər bunu saxlamağa imkan verirdi.
Hardaydı? O da olur B variantı. Mətndə üzərində rəqəm yazılmış ifadələr əsasında müəyyən edin. Baxaq görək, birə verib quruluşuna. Bax, deyir ki, əsas vəzifəsi binaların möhkəm, öz təyinatına uyğun, öz quruluşuna uyğun demək deyil bu. Biri götürmürük. Sonra 2 harada görək? Zərif. Deyir ki, adi daşdan düzəldilmiş zərif sütunlardır. Zərif cansız demək deyil də. Bunu da götürmürük. Sonra 3-də verib stil. Avropa arxitekturasında gotik stil üstünlük təşkil edirdi. Stilə üslub deyə bilərik. Bu əvəz edir. Buradan əvəz edilə bilərdən 3-ü götürürük. Sonra keçək, bu sözlərlə əvəz edilə bilməz. 4 haradadır görək. 4 burada səciyyəvi sözün verib. Pəncərə və vitrajlar xarakterik idi, səciyyəvi idi. Bu əvəz eləyə bilərik. Yəni bunu əvəz eləyə bilirik deyə bunu götürmürük. 5-ə dəyərlər sözü verib. 5-anı görək. 5. İntibah dövrü arxitekturasında yeni istiqamətlər meydana çıxdı, yeni dəyərlər meydana çıxdı demək olmaz. Burada da əvəz edilə bilməz deyir axı. Ona görə 5-i götürürük. 6-ya verib ucbatından sözü. 16-cı əsrdə bəzi arxitektorlar işləri sayəsində tanındılar. İşləri ucbatından tanındılar, yəni məzmunda uyğun olmur da. Ona görə 6-da götürürük. Olur 3, 5, 6 A variantı. Sonra 51-də mətni genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Giriş, əsas, nəticə. Bax, insanların istirahət və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğular memarlığın əsasını təşkil edir. Bax, memarlığın əsası haqqında biz məlumat alırıq giriş hissədən. Ona görə bunu yazırıq A-ya. Fransada əsası qoyulan möhtəşəm və vahiməli görünüşlə fərqlənən bu stildə Almaniya, Çexiya tikilsələr tikilməyə başladı. Bu, onlar əsas hissədir. Çünki bu hissələr Fransanın nəyin nədə tikilməsi əsasda danışılırdı. Təkrarsız estetik zövqə malik olan belə məşhur arxitektorlar sifarişçilərin tələbini həmişə əsas gətirərək işlərin yüksək səviyyədə yerinə yetirirdilər. Baxın, işlərin yüksək səviyyədə yerinə yetirilməsi, bax burada da arxitektorlardır. Bu da uyğun gəlir, nəticə hissələri daha çox uyğun gəlir. Yəni sonluğa doğrudur da. Həmçinin inşaat incə sənətdir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Buna yenə inşaat haqqında ilkin məlumatı aid eləmək olar. Giriş hissəyə olur deyib. Daha doğrusu 1-ə. 16-cı əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi və nizamlı sütunlar qövs şəkilli tağlarla əvəz oldu. Yenə də nəyin nə cür tikilməsi aid olsun əsas hissəyə. Olur 1AD, 2BE, 3C. O da B variantı. Sonra 52. Mətnə əsasən cədvəldəki uyğun fikirlər. Mətndə bu haqda məlumat var, bu haqda məlumat yoxdur. Hər dövrün memarlıq üslubu özünə məxsusluğu və rəngarəngliyi ilə seçilir. Bax, onu burada eradan əvvəllər müxtəlif üsullar var da, onu görürük. Müxtəlif tarixlərdə müxtəlif üsulları görürük. Ona görə bunu götürdük. Sonra 2-də deyir ki, kilsə tikintisi Avropada müasir dövrümüzdə də davam edir. Mətnə tərəf gedək. Biz mətndə bu haqda məlumat görmürük. Yəni, kilsə tikintisi müasir dövrümüz haqqında məlumat yoxdur. Ona görə bunu götürmürük. 3 əsrə yaxın bir müddətdə gotik tərzi, 3 əsrə yaxın, bax, burada gedir 12 və neçənci əsrdən, 15-ci əsrdən söhbət. Deməli, bu da düzdür. 3 əsrə yaxındır. 1-lə 3-ü götürürük hələ ki. Mətndə bu haqda məlumat yoxdur. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materiallardan istifadə olunur. Yəni biz müasir tikililərdə nədən istifadə olunur haqqında fikir görmürük. Ona görə 4-ü götürürük. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvələ təsadüf edir. O da səhv eləmirəmsə mətndə 7-ci əsrdə. 7-ci əsrdədir. Yəni eramızdan əvvəldir. Bu da düzdür. Qaldı nə? 1, 3, 4 olur D variantı. Sonra 53-cü sualda mətndə tünd qara hərflə verilmiş söz hansı cümlədə kontekstdəki mənasında işlənmişdir? Yəni həqiqidirsə həqiqi işlənməlidir, məcazidirsə məcazi işlənməlidir. Tünd qara hərfimiz burada baxın qurmaq. Böyük, möhkəm binalar qurmaq, yəni tikmək mənasındadır. Sülh danışıqları aparmaq, qarşı tərəflə dialoq qurmaq vacibdir. Bu oldu məcazi, getdi. Orada həqiqidir, burada məcazi verib. Döyüşçülər düşmən hücumuna qarşısını almaq üçün sədd qurdular, sədd tikdilər. Yəni həqiqətən bunu eləyə bilirlər. Bax, plan qurmaq məcazidir, məclis qurmaq məcazidir. Yastığa qoyub, başını yastığa qoyub rahat yuxuya getdi. Saatı qurduqdan. Saatı qurmaq məcazidir. Yəni olur B variantı.
Sonra 54-də. Cədvələ əsasən uyğun fikirlər. Doğrudur, yanlışdır. Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Bu haqda fikir görmürük. Kilsə, qala və qəsrlər orta əsr Avropa memarlığının tərkib hissələridir. Bəli, orada qeyd olunur mətndə. Sonra yanlışdır. Romalılar Yunan memarlıq stilini istifadə etmədən öz tikinti texnikalarını yaradırdılar. Xeyr, əslində onlar elə Yunanlılardan öyrənmişdilər də. Baxın, hanı o abzas. Bax, deyir ki, Avropa arxitekturası Yunanistanda yaradılmışdı. Sonra da Romalılar Yunan arxitektura stilini təkrar edirdilər. Bu da deyir ki, istifadə etmədən axı təkrar eləmişdilər. Yanlışdır deyirsə 3-ü götürürük. Qədim tikililər insanları təbiət hadisələrindən qorumağa xidmət edirdi. Bax, o burada var idi mətndə. Bax, yazıb ki, insanlar yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Yəni düzdür, təbiət hadisələrindən qorumağa xidmət edilmiş. Ona görə 4-ü götürmürük, çünki doğrudur. Gotik tərzi tam həm orta əsr memarlığı, həm də piramidalar üçün xarakterik idi. Elə bir şey görmürük biz. Ona görə 5-i də götürürük. Olur 2, 3, 5 D variantı. Sonra 56. Arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşmişdir. Fikrini faktə əsaslandırıb yazın. Bax, mətndə. Buranı təmizləyək. Baxın, burada təxminən bu cümləni yazmaq olar. Orta əsrlərdə Avropa arxitekturaları binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Yəni, fərqli üsullar icad etməyə başlamışlar. Yəni, bu abzasda olan fikirləri yazmaq olar. Sonra, mətnə əsasən cədvəli tamamlayın. Cədvəldə də bir dənə cədvəli bura çəkim. Hara çəkək, aydın yer olsun, bura çəkək. Bax, bu cür cədvəl verilmişdir. Səbəb və nəticə cədvəlini doldurmaq. 14-cü əsrin sonunda memarlıqda yeni istiqamətlər meydana çıxdı. Bunun nəticəsində nə oldu? Deyə bilərik ki, məsələn, arxitektorlar kilsə tikməklə kifayətlənməyib, ictimai layihələrin hazırlanmasına istiqamət verirdilər. Yəni, o cümləni buraya yazmaq olar. Sonra nəticə verib bu tərəfə səbəbini tapmaq tələb olunub. Yazıb ki, eradan əvvəl Misirlilər nəhəng tikililər inşa etməyə başladılar. Çünki səbəb nə idi? Yaza bilərik ki, məsələn, inşaatçıların ustalığı artdıqca yeni tikililər yaratmağa başladılar. Yəni, ustalığın artması idi. Belə bu şəkildə yazmaq olar. Bu qədər, sağ olun.